Ənəs radiyallahu anh rəvayət edir ki, bir dəfə 3 nəfər Peyğəmbərimizin evinə gəlib, onun əhli əyalından Peyğəmbər sallallahu aleyhi və səlləmin ibadəti barəsində soruşdu. Bu haqda onlara xəbər verildikdə, onlar etdikləri ibadətin az olduğunu güman edib, belə dedilər. Yəni biz Peyğəmbər kimi ola bilərikmi? Üstəlik Allah onun bütün keçmiş və gələcək günahlarını bağışlamışdır. Onlardan birisi dedi, mən bütün gecələri ibadət edəcəyəm, yatmayacağam. O birisi dedi, mən il boyu oruç tutacağam və gündüzləri yemək yeməyəcəyəm. Üçüncü dedi, mən qadınlara yaxın durmayacağam, heç vaxt evlənməyəcəyəm. Peyğəmbər sallallahu aleyhi və səlləm bunu eşidəndə onların yanına gəlib dedi, filan sözləri siz mi demisiniz? Vallahi ki, aranızda Allahdan ən çox qorxanınız mənəm. Bununla belə, mən bəzən oruç tutur, bəzən də tutmuram. Gecənin bir vaxtı namaz qılır, digərində isə dincəlirəm. Və nəhayət, mən qadınlarla evlənirəm. Belə olduğu halda, mənim yolumdan çıxan kimsə məndən deyildir.